O söz sənin ruhuna oturur ki, artıq sürəti artır. Belə deyək, doğuşdan dünyada heç kimin güclü yaddaşı yoxdur. Elə sübut da olur. Dostumla üçümüz danışırıq uzundan. Deyirəm, ehtiyacın nədir? Deyirəm, özümü hipnoz eləmək istəyirəm. Birini kamerada, mənim ağlıma gülməyə şey gəldi. Rahat deyil. Bir yazır ki, qış gəlir, xalqa gün ağlayında. Orxan bəy, salam. Sağ ol. Necəsiz? Əla, siz necəsiz? Təşəkkürlər. Gəlin elə başlayaq. Özünüzü 3 sözlə ifadə etsəniz, bunlar nə olardı? Belə deyək, özümlə üz-üzə qalanda ayrıca 3 söz deyərdim. Amma sizlə ünsiyyətdə yəqin ki, biraz rola girməliyəm deməliyə. Marketer, çempion, yaddaş. Ağlıma bu 3 söz gəldi. Amma özümün sevdiyim bir söz var həyatdakı, sürət. Yəni o həyatda, mənim həyatımın bir dövründə, indi bədayətən gəlib deyirəm, sual verməmiş deyirəm bunu. Bir yer var idi ki, mənim müəllimim deyirdi ki, sən özünə bir söz seçməlisən ki, həyatını dəyişəsən. Dedim, necə söz? Dedi, elə bir söz olsun ki, sənin həyatının indiki mərhələsində sənə mane olmağın qarşısını alsın, artırsın. Fokus. Okay, fokus problemimiz var da hamımızın. Sonra fikirləşdim, fokus yaxşıdır. İrəli belə quru çıxdı. Sonra dedim, speed up. Speed up. Gördüm ki, həyatda əsas problemim sürətin zəif olmalıdır. Həm biznesdə çox düşünürəm, həm yaddaşda çox düşünürəm. Sonra dedim, Orxan, sürət. Astım hər yerdən ki, mən görürəm sürətdəyəm, öz daxilimdə. Ondan sonra həyatım dəyişdi. Bəlkə də 3 söz elə o sürət. Həmin sürət sizi çempion elədi, yoxsa? Yəni o söz sənin ruhuna oturur ki, artıq sürəti artır. Sürəti artır da deyə bilərsən. Speed up daha yaxşı gedir ingiliscə ki, sürəti artır hər şeydə. Yəni bir çoxunuz da görə bilərsiniz ki, həyatda biz deyirik ki, ayda kaş o vaxt sürəti artıraydım da. Onsuz da bu işi görəcəydim, kaş sürəti artıraydım. Hamımızın o peşmançılığı var ki, mən sürəti artırsaydım, indi hardaydım. Təbii ki, keyfiyyətdə saxlamaq şərtdir. Yəni belə giriş elədik. Sizcə sizin uğurunuz istedaddır yoxsa obsessiya? Heç biri. Nə obsessiya, nə istedad. Yəni sırf birini götürsək. Amma belə soruşursa ki, istedaddır, yəni doğuşdan gələn istedaddır, yoxsa planlı məşqin nəticəsidir? Əlbəttə planlı məşqin nəticəsidir. Mənim fikrimcə deyil bu. Yəni nə var odur. Belə deyək, doğuşdan dünyada heç kimin güclü yaddaşı yoxdur. Elə sübut da olur. Bəli, eşitmişik qolumuzda filan kəs əmi daha yaxşı yadda saxlayırdı. Nə bilim filan kəsin əmisi oğlu daha yaxşı yadda saxlayırdı mənə nisbətdə. O nisbət 30-40%dir. Burada 200 qat fərqlə gedir söhbət. Bir məşq edən adam kimliyindən asılı olmayaraq, sizin qollarınızın içində ən zəifini götürək. Onu məşq etdirsək, o sizin qollarının içindəki ən güclüsünü 100 qat edəcək. Ona görə biz buna necə istedad deyə bilərik. Amma obsessiya sözünü çox yaxşı deyil, biz mən düşünürəm. Doğrudan obsessiya var. Yəni məndə o var idi ki, bu çempionluğa doğru yaddaşı gücəlmək üçün məndə obsessiya var ki, nömrə 1 olmalıyam. Da ki, axı görüm sonrası nədir? Gedirsən, görürsən arxası gəlir. Sürəti artırırsan, deyirsən yəqin limitin burdadır. Görürsən arxası gəlir, arxası sən bilməzsən hara gedir. Bir növ obsessiyalaşır belə o cəhətdəndir. Yəqin ki, uğurun əsas sirri, mən üzr istəyirəm, sizin sualınıza bəlkə də onu cavab vermək düzgün olardı. Uğurun dedi əsas sirri mən baxıram ki, obsessiv olmalısan ona qarşı. Belə ötəri iş kimi baxmalı deyilsən, obsessiya olmalıdır ki, bu belə olsun. Deyirsiniz, bu qədər belə sürətli rejimdə, bu qədər obsessiv həyat tərzi ilə həyatdan zövq almaq nə dərəcədə mümkündür? Super, fantastik. Xoşbəxt olursunuz bununla. Əlbəttə ki. Siz də sıravi səhər durub 7-də yuxudan durub 8-dən çıxıb tıxacda 9-da işə çatan insan və orada sıravi işləri görən bir insan daha xoşbəxtdir. Yoxsa qeyri-adi bir işi görüb obsessiv şəkildə edən insan xoşbəxt olur sizdə. Yəni o bəlkə özünü daha xoşbəxt göstərə bilər, amma daxilən elə olmuş. Həm də insan irəliləyən məxluqdur. Biz ətrafımızda irəliləyən insan görəndə xoşumuz gəlir, düzdür? Görək insan irəli gedir, biz onun ətrafında olmaq istəyirik həmişə. Hamımız elə insanları sevirik, Elon Musk'dır və s. Ona görə də, yəni insanın daxilində bir boşluq var. Bir dənə də müəllimdən misal gətirin. Deyirdi ki, sənin insan kimi, bir varlıq kimi 3 hissədən ibarətsən şərti olaraq. İndi çox da demək olar 3 götürək. Bədən, beyin və ruh. Bədən limitlidir. Qaçdın, yoruldun. Qaçmasan, çox narahat olmaz bədənimiz. Beyin də müəyyən limitləri var da, bir sürətdən sonra dayanmalısan. Ruhun isə limiti yoxdur. O deyir, sən inkişaf etməsən, ruhun səndən onsuz da incir, o səni, belə deyək də, narahat edir hər dəfə. Çünki ruh bir məbədin içindədir. Yəni, müəllimin fikrini deyirəm. Dedi, o məbədi aşmaq istəyir ruh, məcburi girib qalıb burada. Onun genişlənməyə ehtiyacı, insanın genişlənməyə ehtiyacı daimidir. İndi siz də bu kontekstdə bir genişlənmə ehtiyacı daimi, limitsiz gücü olan bir varlığın öz limitlərini aşmaq istəyi uğrundakı həyatı daha xoşbəxt olur, yoxsa yerində sayan və ruhuna bir növ mübarizəsən? Mən istəyirəm əvvəlki belə deyim, mövzuya qayıdaq ki, misal üçün sırf yaddaşla bağlı da
Bir film var, yəqin ki izləmisiniz, Limitless filmi. O filmdə Lucy olur qızın adı. Lucy bir dərman belə deyə preparat ona təsir eləyir, yaddaşı güclənir və insanın ən üst zəka səviyyəsinə gəlir çıxır. Elə bir şey sizcə real həyatda mümkündür gələcəkdə? Siz deyəsən istəyirsiniz ki, mən buradan çıxandan sonra mənə aparsınlar. Zarafat təbii ki bu. Mənim yaddaşımda elə bir maddə yoxdur. Hətta mən heç minimal maddələrdən istifadə edirəm. Məsələn, balıq yağı mən qəbul etmirəm. Yəni bu ən məşhurudur. Yəni B12 vitamini mən içməmişəm həyatımda. Bəlkə də hansısa bir kapsulun içində xəbərim olmayıb içmişəm. Amma yəni onlara çox da meylim yoxdur. Bu söhbət məndən gedir. Və yaddaşla bağlı istəyirsiniz 2 litr kimsə B12 içsin. Nə bilim orada o kinodakı hansısa maddəni içsin, onun şansı yoxdur məşq edən insanın yanında. O birisi nə yaxşı? Messidir. Deyir oturub bütün günü xingər yeyir, çıxdı oyuna. Bir də var ki, hansısa bizim məhrədəki, ya bizim Azərbaycanın hansı futbolçusunu götürür. Nərman Axundzadə. Yox, Nərman mən güclü futbolçu sayıram yeri. 21 yaşında bir CV yazanda bir insan artıq professional. Deyək ki, bir də ki, hansısa futbolçu. Biz ona veririk dünyanın ən güclü qidalarını. O Messi'yə çatmağı, yəni ancaq 1% miqdarında olur ki, 0.5. Yəni qidanın rolu elədir yaddaşda. Bizdə çox şeydir, bəlkə nə kişmiş ye, nə bunu ye. İnsan günə 1 kilo kişmiş ye. Onun o səviyyədə fərqi yoxdur. O ki qaldı, dünyada elə bir maddə varmı ki, beynin inkişafına kömək eləyir, sırf yaddaşı kənara qoysaq. Müəyyən testlər var, müəyyən maddələr var. İndi o kinodakı kimi olmasa da, müəyyən qaydada nəyisə dəyişə bilir. Amma dediyim kimi, mənim yaddaşla bağlı məsələlərimdə ondan heç bir aidiyyəti yoxdur. Qida rejiminə fikir verirəm, yarışla bağlı fikir verirəm. Hətta 6 ay qalmış heç sushi yemirəm. Sushi dayandıram ki, orada düyü var, yuxu verir. Düyü də ziyanlıdır. Və ya çörək ümumiyyətlə yemirəm. Çayı diqqətlə içərəm. Gecə yuxusuna xüsusi fikir verərəm. Gecə yatanda görsəm ki, küçədən saat 11-dən sonra səs gəlir, otağımı dəyişərəm, köçərəm başqa evə. O dərəcədə bəli diqqətliyəm qidama ki, nəyə görə? Sən nömrə 1 olmaq istəyirsənsə, bir yerdən sonra rəqiblərin hamısı eynidir səndən. İlk 5-likdə hamımız eyniyiz. Yüzümüz eynidir, məşqimiz eynidir. Artıq orada qida fərqi və əhəmiyyətli özü ortaya çıxa bilir. Detallara inirsiniz. Bəli, orada 1 ilə 3 arasındakı fərq o qidada, öz neqativ hisslərlə düzgün oynamağı bacarandadır və o fərq üçün nömrə 1 üçün onu edirəm. Amma ümumən götürsək yaddaşdan elə deyil. Biraz təkrar ola bilər, amma istəyirəm ki, misal üçün yarış qabağı, yarış öncəsi hazırlıq prosesini tam belə ətraflı izah eləsəz. Edim. Baxır hansı yarış? Var lokal yarışlar, deyək ki, Almaniya, deyək, nə bilim, Türkiyə çempionatı, ora getmirəm, amma Almaniya çempionatları götürək. Sonra var Avropa çempionatı, bu regional yarışdır. Bir də var dünya çempionatı. Bunların hər birinin formatı fərqlidir. Lokal yarışlarda 5 dəqiqə nəyisə yadda saxlamalısan. 10 kateqoriyadır, belə deyim, 10 kateqoriyadır. Deyir ki, 5 dəqiqəyə neçə yüz rəqəmi sırayla yadda saxlamalısan. Dünya çempionatında isə 5 dəqiqədən əlavə sənə verir 1 saata yadda saxlamalısan. İndi 5 dəqiqə sprintdir bir növ. Rəqəmləri götürsək, sprintdir. Elədin, sonra getdin, ərzini yudun, üzvə sıvırdın, gəldin. Amma 1 saat sprint deyil. 1 saat sən onu yadda saxlamalısan. 2 saatda yerinə qoymalısan. Otaqda 3 saat dayanmalısan. Ərizimala girmək qadağandır 3 saat ərzində. Digər ehtiyacları vermək də qadağandır. Hətta son vaxtlar qaydalar dəyişib. Gedəndə juri sənlə gedir, kənardan nəzarət bu dərəcədə. Su içsən bir problemdir, çörək getməlisən. Su içməsən ikinci problemdir ki, oksigen miqdarı çatmır. Bu artıq ayrı səviyyədir. Bunun hazırlığı ilə onun hazırlığı eynidir. Götürək dünya çempionatı daha maraqlısı odur. Çalışıram ki, off-season dediyimiz, yəni belə deyək də, liqa çempionu qurtardı, deyək ki, futbol. Ondan sonra hamı istirahətə gedir də. Bunu biz deyirik off-season, yəni sezonun bitmiş vaxtı. Bitmiş vaxtlar gəlib məşqi dayandırmayasan. Bir günə 15 dəqiqə, yarım saat məşq eləyəsən. Mən çalışıram elə eləyim. Onlayn kimləsə yarışıram. Yarışa 6 ay qalmış çalışıram ki, yayda məşqləri artırım, amma hər bir halda insan son 3 ayda qızışır da belə deyək. O son 3 ayda 3 aya kimi elə gətirməlisən ki, 3 aya kimi elə gətirməlisən ki, 3 ayda artıq sürətli, güclü yarışa qoya biləsən də. Da 3 ayda sıfırdan başlamayasan hansısa nəyisə kateqoriyanı. Gündəlik son 3 ayda günə 2 saat məşq edir. İnsan günə 4 saatdan artıq işləyə bilməz. Kim ki də mən 8 saat işləyirəm, amma yalan söhbətdir ümumiyyətlə. Ekspert belə 4 saatı keçə bilmir. Bir professional ekspert 4 saat məşqi keçə bilmir. Mən günə 2 saat məşq edirəm, amma yarışa 1 ay qalmış 3 saata qaldırıram. Bəzən son 1 həftə təmiz dayandırıram. 1 həftə tamamilə gedirəm Taylanda, nə masaj, nə buzlu su, yəni istirahət ki, beyin ən azı son onun da səbəbi nədir? Onu da biraz izah edeyim. Deməli hər kateqoriyanın öz tələbatı var. Var şəkillər kateqoriyası. Sənə 700 şəkil verir sırayla. Sıranı yadda saxlamalısan. 5 dəqiqə. Belə sürətlə baxırsan. Sonra rəqəmləri verir, sonra sözlər verir Azərbaycan dilində. Məktəb, qasırğa, qurbağa, kitab, belə 300 sözdür. Sırayla yadda saxlamalısın. Mən bunları hara qoyuram? Yaddaş sarayı. Eşitmirsiniz bu ifadəni yoxsa yox? Mən burada çıxış eləmişəm dəfələrlə. Yəni bizim sürətimiz Sherlockdan yüksəkdir, amma Sherlockun adı daha məşhurdur belə deyək. Sherlock Holmes.
Deməli, yaddaş saray texnikası Çerlikdən gəlmir, qərib Yunanistandan gəlir, sadəcə o kimlərlə məşğullaşdı. Sən o saraylarda başlayırsan rəqəmləri qoymağa, sözlərə qoymağa və s. qoymağa. Bəzi kateqoriyalarda ümumiyyətlə qoymursan saraya ki, səni vaxtla aparmasın. O son bir həftə ərzində, axı o sarayların içində mən çox şey qoymuşam. Mənə o saraylar boş lazımdır. Çünki yarışda təzə suallar, təzə sözlər, təzə rəqəmlər olacaq. Amma məşq vaxtı mən nəsə qoymuşam deyə orada kölgələri qalıb şəkillərin. Mən bir həftə fikrimi yayındıram ki, o kölgələr getsin xəyalımda. Nə qədər qəribə səslənsə də. Günləri məşqlərdə isə çalışıram 3 kateqoriyanı keçməyim. Tutaq ki, 10 kateqoriyası. Bir gün rəqəmləri məşq edirəm, sözləri və şəkilləri. Sabah 0 və 1-ləri, yəni üzləri və adları və bir də deyək ki, hansısa, nə bilim, olsun rəqəm, qısa rəqəm və belə. Və gün ərzində uzun kateqoriyalar da ən çətin problem. 1 saatlıq, təsəvvür Barselona ortası, çöldə günəş, dəniz. Girmirsən balaca otağa, qurban verirsən də. Bir növ you pay the price deyirlər də. Sən pulunu ödəyirsən çempionluq indidən, o ödəmir çöldək. O uzun kateqoriya etmək çox çətindir, amma edəndən sonra özünlə fəxr edirsən. O uzun kateqoriya çalışıram ki, həftədə 2 dəfə eləyim maksimum. Çünki adam eləmək istəmir də, amma eləsən də rəqibin qarşısında böyük üstünlüyün olur. Çempionluq sizdə sizcə bir ego yaradıb, ümumiyyətlə təvəzzökarlığınızdan qurban vermisinizmi bu barədə? Mən ümumiyyətlə o söhbətlərin üzərində fokuslanmağın həmişə əleyhinəyəm. Mənim dostlarım var idi əvvəlcə, indi də var, onlarla biz zarafat edirdik. Biri gəlir ki, Orxan, mənim həyatda ən zəif cəhətim sənədir. Ən özümə bağışlayammıram. Nədir? Mən insanlara pislik eləyəmirəm. Bu xal tutur da mənim yanımda. Bu fırıldaq ifadədir ki, göyə bu o qədər səmimidir ki, hətta bu ən pis cəhəti mənə deyir. Amma bunun ən pis cəhəti belə, bunun göyə pislik edə bilməməyidir. Mən elə terminlərin üzərindən, sözlərin üzərindən xal tutmanın tərəfdarı deyiləm. Öz təvazökarsan, yanəsən, bu əməldə görünməlidir. Zahirən. Mən sana daxili oxuyamıram ki, insanın daxili dünyası var, xarici dünyası. O ki, qaldı çempionluğa, biz yarışa niyə gedirik? Egomuzu doyurdurmağa gedirik. Mən istəyirəm bilsinlər ki, mən dünya çempionu oldum. Başqa səbəblər, məqsədlər var, əlbəttə ki, var. Nədir məqsəd? Karyerada irəliləyiş, tarixdə iz qoymaq, hamısı egonun belə baxanda məhsullarıdır və ya özünü doğrultmaq, yeni footprint yaratmaq nə deməkdir? Sən bildin ki, bir sahədə sıfırdan dünya zirvəsinə qalxa bilirsənsə, deməli sən səhər layihəni planlamaq elmində də sıfırdan dünya zirvəsinə qalxa bilərsən. Çünki axı istedad deyil axı bu, dediyim kimi. Deməli mənim istedadımın normal olduğu bir sahədə ora qalxdımsa, orada keçən proseslərin bir elmi var imiş də deməli. Onu istənilən sahədə edə bilərəm, sürətli oxumağı edə bilərəm. Amma təvəzzökarlıqdan onu insanlar deyə bilər. Bir də ki, mənim kiməsə təvəzzökarlıq borcum da yoxdur. Yəni, tam səmimi deyirəm. İnsanlar bəzən baxır kimsə çempiondur, o nəsə deyir də, deyir ki, mən belə eləmişəm, axtı yazılar ki, insan gərək təvəzzökar olsun. Ay kişi, bu 3 il ərzində o adam yerə bu deyəndə özümü də götürürəm. Elə çətinli mərhələlərdən keçib ki, sənin fikrin orada olmalıdır. Mən hətta canlı yayımda bir konyak da içə bilərəm səhvən deyək. Misal üçün da, indi bu işdir, bunu dünya dağıldı, bu nədir? İzləyənlər hamısı dünya çempionlarıdır. İndi mən bir dənə səhv buraxdım ki, dəyişməlidir nəsə. Ona görə o, yəni insanlar bizdə, dünyada biraz elə deyil, bizdə daha çox biraz dəymə düşər olmuşuq bəzi məsələlərdə. Mən insanlarla çox işləyirəm. Deyirəm ki, bu layihəni bitir də. Falan iş verirəm sənə, get bu saytı qurmağa başla. Qur da, yəni soruş takip etdən. Yazır Orxan, mən deyir, bunu elədim, sonra deyir, çox özümə inam etdi, nə bilim, ürəyim getdi. Belə olmuşuq bizə. O demək, bu saytdır da, bunu getirin, qurdum. Nədir, kod orada şey oldu, deyir, mən çox pis oldum, psixologiyam pozuldu, nə ürəyim bilir. Mənim çatmır, o psixoloji söhbətləri çox da şişirtməyin tərəfdarı deyiləm. Yalnız bir status görən bir psixoloq deyir ki, fədakarlıq çox böyük problemdir. İnsan gərək fədakar olmasın. Çünki psixoloqun bir fikridir, axtı yazıblar. Həyatda ən böyük səhvim odur, fədakaram. Görək ki, bu qanunlara qarşı. Amma ifadə mənə çox yalancı və qeyri-səmimi gəlir. Ona görə sualınız var, belə eqomu əlbəttə ki, egomu yarışdan sonra yox, sənin egon çox da qalxmır. Bir yerdən sonra qalxır. Sən kuboku götürürsən, sənə mikrofon gəlir, amma onda diqqətli olmalısan. Sən bilməlisən ki, mən müəllimi deyərdi, yenə müəllimlə misal gətirirəm. Bir xokkey üzrə dünya çempionu vardı. Onlarda ilin ən yaxşı oyuncusuna bir üzük verirlər. Amerikada xokkeydə kim çempion olursa ona bir üzük verirlər. Onun 5 üzüyü var. 5 üzük qızıl top deməkdir də, futbolun qızıl topu. Ona gəlib soruşurlar qızıl üzüyü alan kimi ki, sənin indiyə kimi ən yadda qalan, sənin əhəmiyyətlisi hansı üzüydür? Deyir, the next one. Nədir? Sən bir yerdən sonra obsessiv çempion olanda, bir sahənin çempion olanda, inanırsınız, mən heç maraqlı deyil mən dünya çempionu. Yəni o sualınıza bəlkə də cavab verər, prosta mən istəmədim ki, belə süni cavab verin. Mən çox da maraqlı deyil. Mən bəzən deyirlər ki, sən özü brend qurmalısan, GMV deyil, sözlü köynəklər geyin. Mən maraqlı deyil. Artıq mən maraqlıdır done next. Müəllimin iki sözü həmişə deyir ki, bitdi,
Get over it. Bitdi, next-ə gəlirsən. Hətta biz o qrupda o vaxt söhbət edəndə hərə bir məsləhət verirdi ki, dedi, təlim qurtardı, bir bizə məsləhət verir mental güclə bağlı. İndi mən nəsə dedim, onda bir xanım var idi Şara. Onun çox gözəl bir məsləhəti var idi. Dedi, get over it. Həyatda nə yaxşı olursa, get over it. Qohumun ölübsə, yenə get over it. Yaxşını da üzərindən tez get, pisini də üzərindən tez. Yəni mənim yanaşmam budur. Ancaq mən heç maraqlı deyil ki, mən indi təvazökaram, qeyri-təvazökaram, danışıram özümsə. İndi necə görsən, elə danışın. Xüsusi istedad, xüsusi yaddaş, xüsusi iş təklifləri bir yerdə gəlirmi? Yəni mənə elə iş təklifləri gəlir. Bəli. Əlbəttə gəlir. Ümumiyyətlə mənə gələn iş təklifləri hamısı fərqlidir. Qıradan baxsaq sizə qəribə gəlir ki, niyə mənə o iş təklifi gəlir? Barselonadan bir şirkət var, bir öyle mənə yığıb. Ha deyir falan kəs deyir. Deyirəm indi sənə necə kömək edə bilərəm? İlk baxışdan nədir? Hüquqşünasında ixtisasım var, Bakıda öyrətmişəm. Ya hüquqşünas təklifi gələ bilər, ya marketinq, ya da yaddaş. Deyir, bizim bir şirkət var, onu yenidən qurmaq lazımdır. Deyirəm, nə? Deyirəm, mənə niyə deyirsən? Deyir, bir nəfər deyib ki, he is obsessive qayda. Bu, yəni ki, bilməsə belə araşdırıb tapacaq. Bu da gətirir mənim həyatımdakı digər prinsipə ki, bilməsəm də I will figure it out. Bilmirəm, kosmosa uçmaq lazımdır. Büdcə var 1 milyar. Yolunu bilirəm, bilmirəm, amma yolunu taparım. Görünür o mentaliteti hiss edib orada ətrafında kimsə, kiminlə çətin. Mənə gələn layihələr hamısı mürəkkəb, darıxdırıcı və heç kimi etmək istəmədiyi bir növ layihələrdir. Biri gəlir ki, Fransadan yığmışdı o bir sahibkar ki, dostumla üçümüz danışırıq uzundan. Deyirəm, ehtiyacın nədir? Deyirəm, özümü gipnoz eləmək istəyirəm. Deyirəm, mən neyim? Deyir ki, o gipnozu özümə eləyəndə yadda saxlaya bilmirəm. Amma yadda saxlamaq lazımdır. Eləyə bilərsən, deyirəm, biz də bilirsən də, eləyə bilərsən sualı yoxdur. Prosta nəzəsi var onun. Belə layihələr gətirir də, istərsən insanlar fikirləşir ki, hə, bu buradan bura qalxıbsa. Yəni sənin mental gücünə güvənən təkliflər gəlir. Bir də var ki, təklif yaddaşla bağlı. Bəli, məktəbdə deyir ki, gəl bizdən tutaq əməkdaşlığı da. Həm orada, həm burada. Biznesmen də istəyir ki, nəyə saçasan. Belə gəlir, deyim ki, gözlədiyimdən bəlkə də biraz artıqdır. Ən qəribə hansı olub bəs bu təkliflər içərisində? Bizim kamerada, mənim anladığım gülməli şey gəlir. Rahat deyil. Mənim dostlarım bir çox işləyir, yəni Əhməddə o qədər çox olub. Dedi, o gün mənə bir təklif gəlib, ciddi söhbət edirik. Özü bu yüksək rəsvəzatda işləyir. Deyir, hə, gəl, deyir, söz yox ki, deyir, əxlaqlı təklif edir. Yəni, əxlaqlı təklif, hə, o da gülmüş. Mənə sorsan ki, mənə əxlaqlı təklif soruşsun. Məsələn, o həmişə söz olub, baxı, dinanın içindəki əxlaqsız təklif gəldim. Ən maraqlı təklif mənə nə olub? Ən qəribə təklif. Ben yadıma salam ki, ona necə gülmüşəm, yoxsa yox. Qəribə təklif olub ki, bir nəfər, doğrudan qəribədir də, gəlib mənə deyib ki, Orxan, bir hüquq şirkətində işləmək istəyirsən. Dedim, niyə? Bir hüquqşünas kimi. Dedim, qardaş, mən hüquqdan çıxdım ki, sərbəst həyat tərzi sürəm. Məsələn, mənim ki, hüquqda adicən hansısa bir hüquqşünasın yanında, normal bir hüquqşünasın yanında, bir dəhşət də hüquq şirkətidir də. Prosta bir hüquqşünas kimi işə təklif edir. Mənə qəribə gəldi ki, yəni mən ayrı şey gözləyirdim ən azı da. Bir insanlar, deməli, brendingimi o vaxt səhv eləmişdim, yəni nə etsə. Belə gündəlik gəlir. O gün bir nəfər yazır ki, qardaş, nömrə ver, yığım səni. Birbaşa belə ya. Deyirəm ki, nömrəm işlətmirəm də mən də. Bir layihə var, yığım danışır. Deyirəm, bir izah ver, kimsən, nəçəsən, harada işləyirsən, bəlkə sən dövlət qurumunda işləyirsən, bəlkə prezident aparatında işləyirsən. Amma ancaq telefonda deyə bilər. Deyirəm, elə layihə istəmirəm. Yəni, bu da qəribə. Əslində sualımızın yəni bir tərəfi də ondan ibarətdir ki, məsəl üçün xarici ölkələrdə görürük və yaxud da xəbərlərdə eşidirik ki, salonda hər hansısa bir hacker olur. Məsələn, Amerikada FBI ona iş təklif edir. Bəs Orxana belə bir təklif olub xüsusi ayrıca. Yəni xarici Yox, xariciyə yerli, fərqi yoxdur. Xeyr, yəni elə siz dediyiniz elə səviyyədə yox. Yəni deyim ki, mənim dostlarımdan olub, deyək ki, yarışda Vishwa var, Vishwa Rajakumar, Hindistan əncirli yaddaşı odur. Və mən həmişə yarışda duram. Özü də bilir onu. Rəqəmlərdə özü də. O Vishwa deyək ki, dünya 11-ci olanda onu Hindistanın baş naziri Modi qəbul edir. Məsələn, mən Jack Rəisi də qəbul eləmədi. Amma ki, və onu yığanda Modi götürdü onu şəkil çəkdirdi. Və zalda onu konfransa çağırdı. 1000 sahibkar var idi. Hindistanın 1000 sahibkarı. Dedi ki, burjağın əməkdaşlıq edir. Modi deyirəm, Vishwa da götürdü onu Facebook'a qoydu. Təbii ki, bir Azərbaycanlı dünya rekordusu üçün bu çox təəssüfləndirici haldır. Təsəvvür edirsiniz, 1 milyard 5 milyonluq əhalinin baş naziri qəbul edir onu. Və Hindistanda seçilmək də çətindir, intellektli olanlarda. Və bu dünya 11-cisidir hələ ya, çempion olsa cəhənnəmdə.
Amma sən balaca bir ölkənin necə olsa bir dünya çempionu olmusan, mən heç 171 nömrəli məktəbin direktoru qəbul eləməyim. Heç o səhifədə adım yoxdur, o fəxr siyahıdır. Bu da belədir. Gərək ümumiyyətlə həyatda öz zəruri görə məsuliyyəti götürəsən. Məsələn, o gün Jekə bir şikayətim var idi, bir Jek dedi. Getdim gördüm məsələ dedi ki, sırada. Yəni bu qəribə təzaddır. Amma dostlarım mənə deyir ki, bununla bağlı bir məsələni də deyim. Bilmirəm suallarınızı alıram yoxsa belə sizə xoşdur. Xoş. Dostlarım deyir, oxan sənin qədri bir mədrəzə. Deyirəm, qulaq as, insan güclü olmalıdır. Həyatda məsuliyyəti öz üzərinə götür. Ay, nə bilim, o gün WhatsApp-da yazışırıq. Dostumuz indi xaricə gedir. Onun vaxtı işdən çıxartmışlar. Biri də yazır ona ki, sən hər şeyə sənə layiqsən. Çünki biz hamımız hər şeyə sənə layiq. Deyirəm, amma heç nəyə layiq deyilsən. Sən nəyə layiqsən? Layiq olduğu gəlib götürürsən. Ay 10 minə layiqsənsə onu qazanırsan, qutarı. Ay bu qoymadı, bu qoymadı. Ona görə o söhbətlər, bəli, ürəyimi sızladır. Nəyə görə? Məni elə bir modi söhbəti kimi bir seremoniya olsaydı, mən bir növ Azərbaycan gəncinə də mesaj vermə imkanım yaranacaqdı. Bir var mən belə danışıram gündəlik. Bir də var ki, o mesaj vermə imkanım olacaqdı. O mesajı gördüm, mən məcburum daha uzun labirintli yollarla verim bundan sonra da. Bəlkə bu podkastdan sonra dəyərləndirin. Və aktiv mesaj vermək niyyətim də yoxdur xüsusilə. Amma o bir dəfəlik yaxşı bir mesaj örnək ola bilər. Görürlər bizim cəmiyyətin prioritetləri və ya bizim dövlətin prioritetləri fərqlidir. Fərqli burada o demək deyilməsə mən dilimindir, amma meyl deyil də, yəni meyl ona deyil. Maraqlısı ki, bax sən deyirsiniz, mən getdim Jekə və orada məni heç qəbul eləmədilər. Siz orada mı qayıdıb desəz ki, mən dünya çempionuyam, onda da deyərlər ki, biraz təvazökar ol. Nəyin ki, sən dünya çempionusan. Bu da var. Yox, söhbət o Jek burada şərti fiqurdur da. Lap sizə ayrı misal deyim. Mən özüm əslən Masallıdanam, bizim Masallıda böyüməmişəm. Orada məni bir tədbirə çağırıblar ki, ilin gənclərində orada 5 nəfərə mükafat verirlər, bir də sənsən də, yəni bilmirsiniz kimə verir. Prosta mənə adını saldılar bir hörmət kimi, bir jurnalist dəvət elədi. İcra kimi gəldi, dedilər, sən adı belə salam. Sonra Lənkəran Masallı Astara Gənclər İdarəsinin rəhbəri belə adı bir gəldi, salam. Dedilər ki, Orxan sən də çıxış elədi, yer maraqlı olsun. İcra kimi çıxış elədi, sonra Lənkəran Astara Masallı Gənclər İdarəsinin rəhbəri, sonra mən çıxış elədim. Səhər Facebookda elan gedir. Dünən Masallı gənclərlə görüş keçirildi. Görüşdə icra hakimi və Lənkəran Masallı Gənclər İdarəsinin rəhbəri çıxış edildi. Görürsən, yəni bu özünə görə ki, ya araşdırma, ya düşünür ki, onu yazmaqla, yəni bunu ağlına çatırdı da bu Gənclər İdarəsinin rəhbərinin ki, bunu yazmaqla göyə nəsə ona problem yarana bilər. Görünür, prioritet budur bizdə. Və sən onu özünə dərd eləməli deyilsən çox. Çünki səndən asılı olmayan şeyə görə enerji sərf etmək biraz axmaqlıdır mən. Düzdür, indi hər dəfə biz bunu eləyə bilirik, yoxsa yox. Qarabağ düzdür, Nəriman. Hadi bildik də bu oldu qutardı. Elə sonra deyir mən səhərə kimi deyir şəkərim qalxıb. Biri deyir mən ürəyim getdi. Biri deyir mən ölümdən qayıtdım. Mən görə yekə kişisən, 50 yaşın varsan. Deyir gecə mən deyir təzyiqin vurdu, gəlmir. Ambulans çıxarım. Sən özü kontrol edə bilmirsən. İndi qlov Qarabağ uduzdan alacaq. Uddu hala yaxşı, o hissdən özü pay götürür. Uduzdan biraz qəmləndin, getdin yatdın da. Nəyə görəsə insanlar özlərinə asılı olmayan şeylərə görə çox enerji sərf edir. Burada mən nə edeyim indi gedim deyim ki, mən niyə belə eləmədim? Bir də məktub yazarsan, hirsini boşaldarsan, ondan sonra go on, get over it. Biz deyə bilərik ki, insanlar özlərindən asılı olmayan şeylərə bu qədər məna yükləyir, çünki özlərindən asılı olanları dəyişə bilmirlər. Məsələn, o insanlar çox öz həyatlarında nəsə eləyə bilməyən insanlardır ki, bu dərəcədə nəyəsə fanatik yanaşırlar deyək, yəni nə bilim. Bu belə ola bilər. Təsiri var. Yəni öz həyatını dəyişməyə gücü yoxdur, dəyişə bilmədiyi şeyə verib. Təsiri var onun. O da bizim neft ölkəsi olmasının problemidir. Biz həmişə deyirik, bax bizdə baxsan 30 yaşında olandıq. 30 yaşı var, 35 yaşı var da. İndi mən 40 yaşım var, 39-40-a bir ay qalıb. Məsələn özümü gənc sayıram da, mənim layihələrim davam edir. 40 yaş göstər. 38 sağ olun, 38-də dünya çempionu olmuşam. Yəni mənim maraqlı deyil yaşımda. İndi nə vaxt kimi gedərdi. Və baxsan 30 yaşında olandı. İnterneti yazır, cənab prezident, biraz uşaq pulu nə vaxt olacaq? Arkadaş, uşaq pulu 200 manatdır da uzaq başıda. Sən 200 manat qazana bilmirsən, sən iki dövrdə. Bəs necə yaşayırsan? Biri yazır ki, qış gəlir, xalqa gün ağlayır. Arkadaş, özün onu başa düşürük. Sən deyirsən ki, büdcəni düz xərclə. Bəli, dövlətdən sən tələb eləməyə, mənim çıxışlarımı görmüsünüz Facebook, çoxu tənqid edir. Yəni, fərdi video götürdüyüm çıxışlarım çox tənqid edir, təhsil nazirliyi və s. Bəli, sana deyirəm ki, biz dünya səviyyəli təhsil olmalıyıq və s. büdcəni düz xərclə. Amma öz maddi həyatına görə məsuliyyət həmişə səndədir. İndi o dediyiniz məsələyə ki,
İnsanlar özlərinə asılı olan şeylərə çox fikir verir. Onun səbəblərindən biri də odur ki, o düşünür ki, hamını borcludur. Biz belə düşünürük. Biz düşünürük ki, ölkədə neft pulları var, nə qədər, neçə milyard. Bir də burada gözləyən insanlar var. Bu pullar bura gəlməlidir. Hamı düşünür ki, onun 10 minlik haqqı var da, 30 min, 40 min. O düşünür ki, o pul burada gələndə yolda bu pullar yeyilir, dartılır, buna çatmır. Bunun haqqı yeyilib. Və bizim insanlara fikir verin, ən çox narahat olduğu nədir? Mən haqqımı yeyənlərin biri budur. Kimsə həbs olunur, deyir budur. Ona görə ölkədə bir ki, həbs silsiləsi olmalıdır daimi ki, cəmaət doysun da birinə. Biraz başqa istiqamətdə getdi, amma təbii ki də öz həyatına görə məsuliyyəti özləri götürməyə bacarmalısınız. Fərqi yoxdur hansı ölkədəsən. Bayaqki söhbətə qayıtsaq, unutmaq istədiyiniz amma beyninizin buraxmadığı hansısa xatirə varmı? O qədər. Yəni o mənə aid deyil, o hamıya aiddir də. Unutmaq istədiyim, amma beynim buraxmadığı. İndi deyə bilərsiniz ki, yaxşı, onu dəyişmək olur. İndi ona cavab verərəm. Unutmaq istədiyim, amma onda bilmədiyim çox sayda xatirələr var. Amma beyni tanımağın bir enstitüsü ondadır ki, sən bilirsən ki, bu oyunun bir parçasıdır. Ona görə yox ki, mən onu da bilmirəm. Ay nə bilim falan kəsə vaxt gördüm mən. Elə ona görə yox. Sadəcə beyin belə işləyir. Sənin emosiyaya toxunan bir hadisə sənin yadından çıxmır. Buna bir emosional yox, bir intellektual hadisə kimi baxmaq lazımdır. Bəs yaxşı bunları yaddan çıxartmaq olar. Ən çox verilən suallardan biridir ki, hadisəni yadda saxlamağı bildik. Çıxartmaq necə? Buraxsan, qayıtmasan, onsuz da çox hadisələrə fikir versəz, özü yadımızdan çıxıb. Hətta ağır eşq yaşayan, o Leyli Məcnun qədər özünü öldürməyə həddinə gətirəcək eşq yaşayan insan belə baxırsan ki, 6-7 ildən sonra bəzi xatirələrə çıxmaq şərti ilə yadından çıxardır çox şeyi. Birinci strategiya bu olur. İkinci strategiya da NLP elmi deyirik, nevrolinguistik proqramlaşdırma. Sən beynində onun xəritəsini dəyişməlisən. Nəyə görə sənin hisslərə toxunur? Hansısa bir hadisə olur, kimsə sənə nəsə dedi, ya vurdu. O vurmaq sənin beyindəki hansısa hissəyə toxunur. Bu xəritəni dəyişib hissə yox, başqa hissə yönəltsən, yəni ki, toxunmaq. Mən uşaqda yadımdadır, mən çoxsu püre yeyirdim. O kartof ərirsən püre. Hər gün. Bir dəfə o püreni yeyəndən sonra bilirsən mən qaytardım. Gördünüz, püreni yemək mənim beynimdə bir xoşbəxtlik emosiyasına həmişə vururmuş. Ondan sonra mən 25-30 ildir püre yeməmişim həyatımda son ildə. Təsəvvür edirsiniz. Amma o gün bir dəfə yedim, dedim, birdən nəsə olur. Bir növ qırdım da o bayı. Belə Yaddaşı güclü insan daha az xoşbəxtdir. Sizcə hər şeyi xatırlamaq lənət deyil əslində? Lənət? Yaddaşı güclü insan deyiləm axı. Mən yadda saxlamaq qabiliyyəti güclü insanımdır. Yadda saxlamaq qabiliyyəti odur ki, mən istədiyim vaxt istədiyim məlumatı yadda saxlayıram, istəmədiyimi yadda saxlamıram. İndi mən bura bu otağa girmişəm, mən istəmirəm orada nə var. Yadda qalmayıb heç nə bu otaqda. Aydındır? Yəni ona görə yaddaşı güclü olmaq, yəni belə şizofrenik həddə deyil də. Yadda saxlamaq qabiliyyətim güclüdür. Şeir əzbərləyirəm, yadımda qalır. İstəsəm yadımda qalır. Sizcə belə olsa strateji xoşbəxtliyi artır yoxsa azalır? Əlbəttə ki, artır. Şimdi mən bir çıxışa gedirəm, orada kimsə kağızdan oxumalıdır, mən oxumuram. O təbii ki, mənim xoşbəxtliyimi artırır. İnsanların ən səhv bildiyi məsələlərdən biri odur da. İnsanlar düşünür ki, bəs bunun minusu da var da, hər şey bunun yadında qalır. Elə deyil. Hər şey yadında qalır. Əslində mən də əvvəli elə təsəvvür edirdim ki, yaddaş çempionları hər şey bilirlər, bəy, hər şey. Yəni indi siz dedikcə başa düşürəm, çox praktikadır. İstədikdə unudur. Maşın necə sürürük? Maşın sürmək nədir? Doğuşdan adamın beyninə girməyib ki, öyrəşirsən, yavaş-yavaş sürürsən də. Sonra insanların elə bilir ki, yaddaş yarışlarında oturanlar belə xəstələrdir də, başları belə şişib. Ya orada hamısı performans elmini, yəni sıfırdan dünyanın zirvəsindən qalxmaq elmini, bir sahənin eksperti olmaq elmini, prosesini bilən idmançılardır sadəcə. Necə ki, şahmatçı kimi, necə ki, futbolçu kimi, basketbolçu kimi. Bu da prosta bu. Sadəcə bunun adı, yaddaş sözü biraz insanlarda həmişə istedada bağlanıb uşaqlıqdan, həmişə deyə, dünyada da bizdə də biraz yanlış təəssürat yaradır. Çox maraqlı söhbət düşünürəm. Maraqlı suallar, maraqlı cavablar oldu kifayət qədər. Bizdə xeyli düşündürdü. Çox sağ olun Alsaya gəldiyiniz üçün, təklifimizi qəbul etdiyiniz üçün. Siz sağ olun. Təşəkkürlər. Mən də minnətdaram. Nəyə görə mənə çox xoşuma gəldi bugünkü görüş? Çünki eyni suallar verilmədi. Yəni əvvəlki sualların ayrı formatda verildi. Mən bir növ bugün daha fərqli məzmunda sanki danışa bildim. Xoş oldu. Gözəl. Təşəkkür. Minnətdarıq. Sağ olun.